Bu gün sizinlə ərik mürəbbəsinin hazırlanmasını bölüşürəm. Çox da yumşaq olmayan 2 kiloqram əriyi yuyub, tumunu göstərdiyim kimi ruska qabı ilə çıxardıqdan sonra çəngəllə bir neçə yerdən deşib təmizlənmiş badam yerləşdirirəm. Geniş bir qabda 2 kiloqram şəkər tozu və 500 ml suyu orta istilikdə nəzarət edərək əridirəm. Qaynamağa başladıqdan sonra ərikləri əlavə edib, gür istilikdə tavanı ara bir silkələyərək bişirirəm. Hazır olmazdan 5 dəqiqə öncə isə bir xörək qaşığı limon suyu əlavə edirəm. Mürəbbə gür istilikdə və geniş qabda bişdiyi üçün rəngi çox gözəl, meyvələr isə əzilməyibdir. Mürəbbəni piltənin üzərindən götürdükdən sonra isə salfetka ilə kəpini təmizləyib bankalara yığıb qapağını bağlayıram.